Bismillahirrahmanirrahim. Hörmətli müsəlmanlar. Maalesef bugünkü vaxtımızda insanlar çox aqressiv, çox qəzəbli və çox fikirli və düşüncəli olublar. Və bunun da səbəbi hər bir məsələni qəlbə çox yaxın almaqdır və Allahın qədərindən razı qalmamaqdır bəzən. Və baxırsan ki, bütün xəstəliklər demək olar ki, stres və qəzəbdən baş verir. İnsanın baş ağrısından tutmuş, mədə və bağırsaq xəstəlikləri, hətta xərçəng xəstəliyi belə qəzəb, stres və depressiyadan əmələ gəlməsi bizə zaten bəllidir. Yaxşı, İslam bu haqda nə deyir? Quran-ı Kərim bu haqda nə deyir? Gəlin baxaq. Quran-ı Kərim oxuduqda Quran-ı Kərim bizləri sakit olmağa, sakin olmağa, rahat olmağa, qəlbimizi zikir və Allaha təvəkkül etməklə, Allahı sevməklə yalnız rahatlıq tapdığını bizlərə bildirir. Baxırsan, görürsən, adamın maddi vəziyyəti çox yüksəkdir. Amma sonu intiharda qurtarır. Səbəb maddiyyat insanı xoşbəxt və rahatçılıq verə bilməz. İnsana rahatçılıq və xoşbəxtlik verən qəlbinin salamat olmasıdır. Necə Allah buyurur, Ələ bi zikrillahi tətmainnul qulub. Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. Yaxşı, hər hansı bir qayda varmı? Nə edək? Təğaful qaydasını tətbiq edək. Təğaful nədir? Elə bil ki, eşitmədim. Elə bil ki, görmədim. Elə bil ki, bilmədim qaydasıdır. Bütün qəzəblərin başında həmin bu təğaful qaydasını əməl etməmək durur. İnsan bir şey eşidir, bir şey fikirləşir, qəzəblənir, hissənir, amma özünə zərbə və ziyan vurmuş olur. Təğaful qaydası eşitməmiş kimi olmaq, duymamış kimi olmaq. Bu zaman insan da qəzəblənməz. Və qəzəb şeytandandır. Və qəzəb insanları pis yola sürükləyə biləcək bir əməldir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına insanlar gəldikdə, bəziləri gəldikdə, Peyğəmbər sallallahu aleyhi və səlləm onlara lə təğdab, qəzəblənmə deyə nəsiyyət verir. Qəzəblənmək böyük bir fitnədir, böyük bir fəsaddır. Ona görə sənə qəzəb verəcək yerlərdən uzaq dur. Oradan qaç. O sənin qorxaq olmağından deyil, qorxaqsan deyə, xeyr. Qəzəblənmək şeytandandır. Şeytan səni qəzəblənmək yolu ilə həddi aşmağa sürükləyə bilər. Və həddi aşarsan, böyük günah işləri edərsən. Ona görə təğaful qaydası. Kimsə sənin haqqında nəsə dedi, duymamış kimi özü apar. Nəyisə gördün, görməmiş kimi özü apar. Və bu zaman həyatda xoşbəxt olarsan. Stresdən, depressiyadan, qəzəbdən və bu qəzəbdən irəli gələn bütün xəstəliklərdən də, mənəvi əsas xəstəliklərdən də uzaq olarsan. Göz yumun. İnsanlar bir-birinin xətasına göz yummalıdır. İnsansansa xəta etməlisən. İstər ailədə olsun, istər iş yerində, qonşuluqda, hər şeyə göz yum. Boş ver. Və göz yumduğunda da qəlbin rahat olur. Qəlbi təmizlə, həsəddən, paxıllıqdan, pislikdən. Allaha təvəkkül et. Unutma ki, hər şey Allahın qədəri və təqdiri iləndir. Esselamu aleykum və rəhmətullah.